Salam əziz qardaşlar, əziz dostlar. Bu günləri bir vacib məsələ ilə bağlı sizlərlə danışacağam. Bu məsələlərdən bir neçəsini istəyirəm sizlərlə bölüşəm. Deməli, bildiyiniz kimi bizim yarışda iştirakçılarımız artıq qeydiyyata düşüblər və inanıram ki, həmən qeydiyyata düşmüş insanlar maksimum dərəcədə hazırladıqları, yetişdirdikləri o göyərçinləri bizlərə göstərəcəklər və bizlər də sizlərə onu göstərəcək. Yəni şəffaf bir şəkildə inanıram ki, həmən təyin olunan gün meydanda həmən göyərçinlərin nəyə qadir olduğu, onlar hansı hünərin sahibidir, biz sizlərə göstərəcəyik inşallah. Bir məsələni istəyirəm çatdıram sizə. Deməli, bilirsiniz ki, yəni bizim yarışa qoşulmayan dostlarımız da var. İnanıram ki, yəni siz də bilirsiniz, xəbərdarsınız ki, onlar düz yarışda deyirlər, necə deyirlər, gündəmdə olmasalar da, onların quşları, onların göyərçinləri, yəni həqiqətən də onların ətrafında olan, onları tanıyan insanların yanında dəfələrlə ən ağır saatları verirlər. Sadəcə olaraq səsləri çıxmır. Belə insanlarımız çoxdur. Buna mən neçə illərdir görürəm və buna əyani sübutlarım da var. Mən bir yarışla bağlı istəyirəm, bir məsələni çatdıram. Deməli, yarış günü əsas, necə deyərlər, o quşlar ki, meydanda olur, onlar həmişə nəticə verən quşlar olurlar. Onlar atqatsız göyərçinlərdir. Yəni, onlar hər zaman doğrudan göyərçinlərdir. O göyərçinlərin də yəni, çox adamda yoxdur. Yəni, o göyərçinlər daha rahat şəkildə yarışda öz saatlarını nümayiş elətdirirlər öz sahibinə, sahibinin yanında olan insanlara. Yəni, bu yarış günündə isə bir məsələni istəyirəm, tamam, hər bir kəsə buradan birbaşa çatdırım ki, yarış günü bir gündür, bir dəfədir və o bir gündə də yalnız bir dəfə uçurda bilər iştirakçı. Həmən gün nə uçursa, deməli, meydanda onun göyərçinləri həmən gün nə göstərirsə, o da qeyd olunacaqdır. Yəni, bu imtahan deyil. Məsələn, sınaq imtahanlarını verərsən, sonra da əsas imtahanı verib, bal toplayıb, üniversitə daxil olursan. Bu, yalnız və yalnız bir dəfədir. Bu, döyüş kimi bir şeydir. Bir dəfə döyüşürsən, bir dəfə meydanda olursan, bir dəfə uçurdursan. Yalnız və yalnız bir gün, o da həmən gündür ki, biz orada oluruq, iştirakçısı ilə bərabər onu lentə alırıq, ictimaiyyətə təqdim edirik. Ona görə də xahiş edirəm, əziz dostlar. Yəni, heç kim məndən inciməsin. Siz də məndən razılaşarsınız ki, yəni, sənin əgər quşlarına güvənirsənsə, sənin əgər həqiqətən də o bir gün, olacaq gün ki var, onda sənin göyərçinlərin uçacaqsa, deməli, onu çəkilişlə edib bir dəfə uçurmaq lazımdır. İndi ola bilər, görürsən ki, biz, məsələn, çəkiliş olmayan günü sənin üçün, çox adamlar üçün quşlar ən yaxşı saatları verə bilirlər. Ancaq iştirakçı meydan günü, yəni o çağırır ki, iştirak elədiyi gün ki var, özü hava seçir, özü gün seçir, özü saat seçir, həmən gün, yalnız və yalnız bir gün. Çünki